Hər vaxtınız xeyir əziz İdman TV izləyiciləri, Nokaut verilişi növbəti buraxılışı ilə efirdədir. Bu buraxılışımızda biz boks məşqində iştirak edəcəyik və təbii ki, qonağımızla bir yerdə. Qonağımız isə dəfələrlə Respublika çempionu, ölkəmizi beynəlxalq arenalarda uğurla təmsil edən Seyid Seyidov olacaq. Xoş gördük Seyid. Salam, xoş gəlmişsiniz İbrahim. Seyid, bugün biz çalışacağıq ki, boksun təbii ki, bir izləyicilərin bilən tərəfi var, eyni zamanda görünməyən tərəflərini çalışacaq ki, izləyicilərimizə göstərək. Həmçinin də peşəkar bir boksçunun gün ərzində məşqi necə keçir, həmin məqamları da izləyicilərimizə göstərəcəyik. Bugün nə günündür məşqdə? Bugün bizim texniki taktiki məşqimiz olacaq. Texniki taktiki məşqdən sonra atrabotkamız olacaq, yəni atrabotka müəyyən bir tapşırıq üzərində gedəcək. Axırda da sərbəst paramız olacaq, amma yüngül. Məncə də yüngül olsun. Çünki mən özüm də çalışacağam ki, parada, yəni sparingdə özümü yoxlayım ki, salamat çıxım da oradan. Yəni əsas orada. Həmçinin izləyicilərimizin diqqətinə bir məqamı da çatdırım ki, məşq edib yorulandan sonra bir qədər də Seyidin karyerası haqqında danışacağıq. Eyni zamanda boks dünyasında baş verən ən son məqamları Seyidlə bir yerdə də müzakirə edəcəyik. Bəli, artıq əlcəklərimi geyindim, tam hazıram və bəxtimizdən bugün Seyidin para günüdür və eyni zamanda da yüngül biz paradan sonra fiziki hərəkətlər də eləyəcəyik. İndi ümid edirəm ki, hər şey yaxşı olacaq Seyid. Həmçinin də izləyicilərimizə də müəyyən qaydalarla tanış edəcəyik. Bəli, hər şeyə aydınlanacaq. Seyidin, düzdür, gözünün altında müəyyən qədər paradan bir izlər qalıb. Ümid edirəm ki, bərk döyüş olur. Məşqin sonunda məndə də eyni hal yaşanmayacaq. Gedək. Gedək. Seyid, ümumiyyətlə, düzdür, indi mən özüm müəyyən müddətdir gəlmişəm, eləmişəm, haradasa anlayışım var. Amma gəlməyənlər, izləyicilərimiz, yəni boksu bir qədər az əvvəl bildirdiyim kimi, yəni təhlükəli, qorxulu idman növü olaraq, yəni ki, görürlər hansı ki mənə zərbə dəyər, baxmayaraq ki, biz indi yüngül öyrəndiyimiz bəzi indi buna nə deyirlər? Atrabotka deyirlər. Atrabotka deyirlər, ümumi döyüşçülər arasında. Açıqlaması tam olaraq, yəni müəyyən fiziki hərəkətləri hardasa belə deyim də, yoxlanış xarakterli, döyüşə hazırlıq. Belə izah edeyim də İbrahim, atrabotka müəyyən bir iş üzərində olur. O işi öz bədənimizə vərdiş olaraq oturtturmaq üçün onu həm də göz icra qorxusu, edirik. məsəl üçün zərbələrdən çıxmaq, belə bəli, şeylər. atrabotka onlar da daxil. Yəni döyüşdən əvvəl məsəl üçün bu mərhələ var, səhv eləmirəmsə. Bəli. Bir də para mərhələsi var, hansı ki parada da indi göstərəcək. Yəni şərt o deyil ki, kaskasız, yəni belə döyüşəsən. Yəni kaskalardan da istifadə etmək olur. Hətta üzü qoruyan kaskalar da var. Onları da izləyicilərimizə göstərəcəyik. Burada duruşa və yəni zərbələr necə olur tam olaraq izləyicilərimizlə? Biz bugün atrabotkanı əks hücum üzərində işləyəcəyik. Əks hücumun qarşılama variantı var, çıxıb vurma variantı var. Hamısını göstərəcəyik. Mən indi tam olaraq müdafiəmi almışam. Buna stoyka da deyilir. Bəzi terminlər var da boksun. İndi başlaya bilərik. Bəli. Biz yüngül zərbələrdən istifadə edirəm. Yüngül zərbələrdən elə sən mənə tabaq əli at. Buna qarşı qarşılama, əks hücum istifadə edir. İndi bildiyim qədərilə, yəni lap sifətə də dəyəndə yüngül, yəni hardasa olar, səhv eləmirəmsə. Yoxsa necə? Yaxşı olar ki, dəyməsin, çünki ustalığımız belə artır get-gedə. Zərbə dəydisə də onu düzəltməyə çalışmalıyıq. Onda yoxlayaq da, mənə dəyməməsi sərf eləyir, indi yoxlayaq da görək. Qarşılama üzərində işləyək. Məsələn, mən sənə düz tabaq ələ atacam, sən tarınla tarşıya bilərsən, çıxıb mənə əks hücum eləyə bilərsən mənə. Başlayaq. Bu qarşılama tarına çıxıb vura bilərsən. Məsələn, uklon, zərbə. Səhv çıxdı. Bu bir zərbə dəydi də, yəni elə. Fərqi yoxdur, içəri də uklon eləyə bilərsiniz, çölə də, nuroklardan da istifadə eləyə bilərsiniz. İyi zərbə ilə mənə cavablayın. Eynən arxaya. Və
zərbələrin gəlmə trayektoriyasına ola bilər, yəni bu müəyyən məşq ərəfəsindən sonra baş verir və yaxud yəni necə tam olaraq tuta bilərsən ki, sənə zərbə hardan gəlir? O yəqin ki, hissiyata bağlı olan bir şeydir. O, mən belə başa salım sizi, elə bil ki, döyüşürük biz, tutaq ki. Döyüşür, mən ağlımda müəyyən bir müdafiəni saxlayıram. Həmən momenti mən bilmirəm, sən altdan atacaqsan, bakavaya atacaqsan. Onu demək istəyirəm. Müəyyən bir müdafiəni, məsələn, sən mənə tabaq əl atdın, mənim ağlımda arxaya çıxmaq var. Çıxıram. Ağlımda var solo ukloniliyim. Deyə bilərəm ki, təsadüf olur, amma hissiyat da orada önəmli bir şey. Boks elə bir idman növüdür ki, yəni burada bəlkə də bir saniyənin belə, hətta yəni... Bəli, yəni gecikdin, hər an baha başa gələ bilər. Nokaut ola bilərsiniz. Ümumiyyətlə, bunu eləyəndən sonra, məsəl üçün, artıq bir zərbələri yoxladım, zərbədən çıxmaq, vurmaq, məsəl üçün, müəyyən məşq bitdi də, elə bil. Biz bunun biraz daha yüngül formasını parada yoxlayırıq, düzdür? Məncə, bəlkə yoxlayaq. Parada olar. Olar, işte, onda biz parada kaskamızı, bütün... Məncə də, yəni taxaq, çünki sonra nakauta düşməyək. Bəli, artıq para üçün demək olar ki, hazırıq. Bundan əvvəl yüngül məşqimiz oldu. Lakin hal-hazırda biz, yəni, düzdür, bu da yüngül olacaq, ümid edirəm ki, yüngül olacaq və bu döyüşün bir mərhələsidir, hansı ki, döyüşlərə, ringə çıxmazdan əvvəl bütün idmançılar, boksçular bu mərhələdən keçirlər və eyni zamanda bildirim ki, yəni, həvəskarlar üçün, hansı ki, belə kasklar var. Siz yəni bu kaskdan istifadə edərək burnunuzun qırılmasının qarşısını ala bilərsiniz. Yəni ümumiyyətlə bütün sifətə, üzə gələ biləcək zədələrin qarşısı Seyid, yəqin ki, efirlərdə olan adamsan, yəni üzvə zərbə, göyərmək, nə bilim, burun sınmazat, belə şeylər sənə lazım olmadığı üçün. Heç yaramaz da, yəni belə tam üzü doğrayan, tabağı şüşəli və yəni kaskamız şüşədən var. şəffaf olduğuna görə, yəni rahat şəkildə yəni, ətrafı görə bilirsiniz. İndi mən özüm də bu kaskanı taxıb yoxlayacağam. Bəzi həvəskar boksla məşğul olanlar ola bilər ki, onlar da ümumiyyətlə istəməzlər ki, burunları qırılsın və yaxud da yəni müəyyən zədələr alsınlar. Onun üçün yəni rahat gəlib məşq eləyə bilərsiniz. Həm özünə inamı artırır, eyni zamanda da yəni fəndlər öyrənirsən ki, rahat şəkildə yəni özünü qoruya bilərsən. Kaskam da artıq hazırdır. Düzdür, indi biz danışdıq. Hər şey çox gözəl gedir bura qədər ki, kaska qoruyur eləyir. İndi yoxlayacağam da görüm nə dərəcədə qoruyur və sizə də yəni bununla bağlı ki, nə dərəcədə gəlib yoxlamalısınız, öz təəssüratlarımı bölüşəcəm sizinlə. Seyid, başlayaq. Bir şey də bildirmək istəyirəm ki, para, bir də var sparring. Bunların fərqini, sparring sərbəst döyüş olur, amma para yüngül, bayaq atrobotkada işlədiyimiz tapşırıqları sərbəst şəkildə parada işləməli. Yəni, parada tapşırıq üzərində ola bilir. İndi paradır, paranın da əks hücum üzərində işləyəcəyik. Məsəl üçün, bunu biz tam olaraq rahat şəkildə döyüşmürük, yoxsa necəsə? Bizim elə bir planımızda əks hücum olmalıdır da. Bayaq biz məsələn işləyirdik ki, atırdıq, mənə gözləyirdin, amma burada parada ücə sərbəstsən, amma fikrində əks hücum olur. Deyirəm, özüm də uzun müddətli boksla məşğul oluram. Təbii ki, müəyyən boks bazan olmalıdır ki, daha sonra yəni belə paralara çıxasan. Mən də əslində İbrahimi yəni belə gözləmirdim. Gözlədiyimdən yaxşı çıxdı. Və bildirim ki, izləyicilərə, mən özüm də bu zalda məşq edirəm, Pərvin müəllimin nəzarəti altında elə. Həvəsi olanlar, yenə də qeyd edeyim kimi, yazılmaq istəyənlər qorxub çəkinməsinlər ki, gələrik, zədə alar. Əksinə, göz qorxusu aradan qalxır, düzdür. Artıq peşəkarlaşandan sonra heç bu kaskaya da özünüz ehtiyac duymayacaqsınız. Yəqin ki, razılaşarsınız. Bəli, elədir. Və məncə məşqin bu hissəsi kifayət edir. Kifayət edir məncə.
İşin məşq qismini geridə qoyduq. Bir qədər də Seyidin karyerası haqqında, eyni zamanda boks dünyasına baş verən ən son yeniliklər haqqında danışacağıq. Seyidlə müzakirələrimiz olacaq. Seyid, hazırda sənin karyeran hansı mərhələdədir? Qarşıda yəni hansı yarışlar gözləyir səni? Sırf təcrübə üçün əvvəllər həvəskar boksla başladım. Hardasa 2 il yarım belə həvəskar boksla məşğul oldum. Amma boksa başlayanda özüm həmişə xəyalımda peşəkar boks var idi. Yəni peşəkar boks arzulayırdım həmişə. Hazırlıq mərhələsindəyik. Peşəkar boks Yəni bir peşəkar boksa bir keçid mərhələsi. Hə, keçid mərhələsindəyəm. Bir dənə debüt döyüşüm olub. Yaxınlarda bir dənə yarış gözləyirik. Azərbaycanda istəyirəm ki, 3-4 peşəkar döyüş döyüşüm. Səhv etmirəmsə, sən Birləşmiş Ərəb Əmirliklərinə yollanmışdın və yəni bunun məqsədi nə idi? Hazırlıq, yəni əsas məqsəd hazırlıq mı idi, yoxsa rəqib tapmaq idi, müəyyən, əgər sir deyilsə? Yox, sir deyil. Yəni əslində hazırlıq üçün getmişdim ora. Həm də baxırdım ki, yəni peşəkar boks Dubayda hansı səviyyədədir. Həm də belə baxırdım ki, bəli, döyüş üçün kimlənsə döyüşə bilərəm. Yəni bu məqsədlə getmişdim ora. Ümumiyyətlə maraqlıdırmı, deyim də, menecerlər səninlə iş görməyə və yaxud ümumiyyətlə bununla bağlı hansısa bir addımlar atılırmı komanda olaraq və hazırda sən kimi ilə məşq edirsən, şəxsi məşqçin kimdir? Şəxsi məşqçim Malik Muradovdur, Knockout Boks klubunun baş məşqçisidir, direktordur. Hazırlıq mərhələlərimiz elə Dubayda da getdi. Yəni ümumiyyətlə rəqiblər var, belə, yəni danışmısınız. İndi sən az əvvəl bildirdin ki, bir neçə döyüş, yəni Azərbaycanda yəni döyüşdükdən sonra ondan sonra beynəlxalq arenaya çıxmaq istəyirsən. Yəni təklif gəlsə, yəni birbaşa orada yəni döyüşməyə hazırsanmı? Həvəskar boksda olduğuma görə, yəni peşəkar boksla həvəskar boks tamam ayrı bir təcrübədir. Həvəskar boksda təcrübəm var, amma peşəkar boksda yəni hal-hazırda təcrübəm olmadığına görə mənə hal-hazırda 3-4 təcrübə döyüşü lazımdır. Tam özümü göstərə bildikdən sonra hardan təklif gəlsə də döyüşməyə hazıram. Həm sənin üçün, həm Azərbaycan boks üçün faydalı olar və hal-hazırda yəni Dmitri Bivol, Beterbiyev mübarizəsini izləyirik və üzdə olan, yəni boksu hal-hazırda zirvədə saxlayan şəxslərdən sayılırlar, adlarını çəkdiyim simalar. Nə bilmək olar, bəlkə elə bir gün sən də o səviyyədə olarsan. Boksda sənin gəlmə səbəbində hər kəsin bir pərəstiş elədiyi idmançı olur və onun döyüşlərini izləyir, boksa gəlir. Səndə yəni bu ad kimdir? Həm atam, həm müəllimim bu idmançıya sevgi yaratdı mənə, Vasil Lomachenko. Yəni bu idmançının döyüş stili mənə çox xoşuma gəlir. Hal-hazırda yəqin ki, boks dünyasında baş verən ən son yeniliklərdən xəbərim var, məlumatçısan. Yəni bildirim ki, Pacquiao boksa qayıtdığını açıqladı. Yəni Tyson Fury yenidən indi rəsmi açıqlama yoxdur, amma yəni boksa qayıtma fikri var. Səncə yəni bu simaların ümumiyyətlə son illər boksda belə bir tendensiya yaranıb. Bəzi yəni düzdür, dominant boksçulardır. Yəni bunların karyeraları, uğurları yəni heç bir halda müzakirəyə açıqdır, amma yəni belə deyim də, indi biz onlara deyə bilmərik ki, niyə qayıdırsan? Çünki adamlar tarix yazıblar boksda. Səncə yəni nə dərəcədə düzgündür onların? Boks yəni elə bir idmandır ki, yəni karyeru bitirdin, yenidən yəni başlaya bilərsən. Yəni bu idmançılar da yəni hardasa boksu elə seviblər ki, yəni mənə elə gəlirkən buraxa bilmirlər. Ola bilsin pul xətrinə, ola bilsin yəni bunların həvəslərinə görə boksa tayıdıblar. Yəni onu bilmək olmur, amma və arenanı mən deyim ki, boks tarixində yəni ən çox tamaşaçı gələn döyüşlərdən biri oldu. Yəni həmin qarşılaşma Tysonundakı yəni yaşı da öz sözünü deyirdi. Səhv etmirəmsə 55-dən çoxdur yaşı, 56-dan çoxdur yaşı. Yəni kifayət qədər yaşı, amma o döyüşü də yəqin ki izlədin. Baxmısan. Səncə Tyson özü uduzdu yoxsa? Onu yəni tam deyə bilmərəm. Amma yəni yaşına görə də ola bilər, yəni döyüşə bilmədi. Mənə elə gəlir, yəni özü uduzdu. Eyni zamanda Conor McGregor da bir döyüş təşkilatı. Döyüşmək istəyirlər, məncə yəni döyüşsələr çox əla bir şov xarakterli bir döyüş olar. Mənə elə gəlir ki, məsələn Conor uda bilər Jack Paul'u.
Çünki Conor'un biz Həm də boks. Mayweather-lə döyüşünü gördük. Yəni boks olaraq çox güclü bir idmançıdır. Yəni əlləri çox güclüdür. Baza olaraq da, yəni boksdan başlayıb Boksdan Conor McGregor və o da öz sözünü deyir. Düzdür, indi biz danışırıq Tyson Fury'dən, Mike Tyson'dan, elə Conor'un özündən. Niyə də yəni bizim həmvətənimiz o səviyyələrə çatmasın? Fiziki baxımdan, taktiki, texniki baxımdan heç də mənə elə gəlir ki, geri qalmıram. Hal-hazırda formada olan idmançılardan, boksçulardan kimi ilə üz-üzə gəlmək istəyərsən və özünü tam hazır hiss edirsən ki, yəni mən onunla döyüşə bilərəm. Udmağım biraz şübhəli olar, yəni çox da yalan danışmıyorum, amma istəyərəm ki, Bivol-la döyüşmək istəyərəm. Məsələn, öz çəkimə uyğun bir idmançıdır. Öz çəkimdə ən xoşladığım idmançılardan biridir Dimitri Bivol. Yəni istəyərəm ki, onunla bir döyüş döyüşüm. Boksun bir çox məktəbləri var ki, indi izləyicilərimiz də yəqin ki, məlumatdırlar. Yəni sənin belə deyim, ruhuna yaxın hansı stildir? Sovet stilidir, yəni Bivolun stili mənə daha uyğun gəlir. Həm bədən quruluşuma görə, həm sürətimə görə, yəni mən də o stili seçmişəm. Daha çox özümü oxşatmaq istəyirəm Lomachenkoya. Çıxışlar, o ayaq hərəkətləri, ayaq koordinasiyaları, sürətli zat, çıxışlar zat. Səninlə müəyyən paramız oldu və forma olaraq, əl cəhdiyi olaraq çox yaxşısan, göz dəyməsin. Və mən eyni zamanda boks həm də zehni işdir. Bizim bir belə əyləncəli rubrikamız var. Burada 15 saniyə vaxt qoyulur və 15 saniyə ərzində sən tanıdığın, ümumiyyətlə, dünya boksunda bildiyin nə qədər çox az saya bilirsənsə saymalısan. Hazırsan? Hazır. Hazırsansa vaxt getdi. Məhəmməd Əli, Dimitri Bivol, Artur Beterbiev, Tyson Fury, Anthony Joshua, Gervonta Davis, Shakur Stevenson, Lomachenko, sonra Vaxt qutarı Seyid. Və kifayət qədər adlar saydın ha. Yəni yaxından əslində saniyə olduğu üçün biraz daha tez adam həyəcanlanır. Həyəcanlandı, gəlmədi ağlıma bəzi idmançıların adı. Yenə də qeyd edirəm ki, gün o gün olsun ki, elə həmin boks əfsanələri sırasında sənin də adını görək. Niyə də yox? Yəni hər şey elə necə deyərlər, bir xəyallan, arzu, istəklə başlayır. Sən də bu yola bir ümidlə çıxmısan. Ümid edək ki, elə sonunda istədiyin nöqtəyə çatarsan. Sənə təşəkkürümü bildirirəm. Çox sağ olun. Hər şey göstərə bilmədi, amma çalışdıq ki, müəyyən məqamlara toxunaq. Bəli, əziz izləyicilər, Nokaut verilişinin növbəti buraxılışı burada sona çatır. Növbəti buraxılışlarımızda görüşmək ümidi ilə idmanla qalın, sağlam qalın hələlik.